hər il olduğu kimi bu ildə yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin adına yəni belə məclislər kəndlərində, rayonumuzun kəndlərində yəni keçirilir. O kəndlərdən biri Paşam kəndidir. Allah-u Teala yəni bu niyyətimizi qəbul eləsin. Bugün burada cümə namazı qıldıq. Cümə namazında Allah-u Teala bizdən ən gözəl şəkildə qəbul eləsin. Bildiyiniz kimi cümə namazına gəlincə Allah-u Teala Quran-ı Kərimdə Cümə surəsində bugün burada oxunduğu sonra, yəni Cümə surəsinin 9-cu ayəsində Allah-u Teala buyurur: Ey Allaha iman gətirənlər! Cümə namazına çağrıldığı zaman Allahın zikrinə tələsin. Yəni alış-verişi buraxın, yəni Allahın zikrinə tələsin. Bu sizin üçün bilsəniz daha xeyirlidir. Həqiqətən cümə günü günlər içərisində ən fəzilətli bir gündür. O fəzilətini qoruyur. Və biz də, yəni cəmaat olaraq biz kənd yerində yaşayırıq, kənd təsərrüfatı ilə məşğuluq. Amma cümə namazı günlərin içərisində fəzilətli olduğuna görə ən azı biz 12-dən 2 arasını bu cümə namazı üçün sərf etməliyik. Nəyə görə? Bura gələn adam, yəni bilirsiniz ki, bastığı hər addım üçün sevab qazanır. Digər görüşlərdə isə günahları əfv olunub, bağışlanır deyə keçir hədislərdə. Yəni burada cümə əzanı verildikdən sonra gələndə fəzilət baxımından, yəni fəzilət çatsa da, amma sevab az olur. Yəni cümə günü gözəl dəstəməz alır, yeyərək, ətirlənib, ilk saatında daxil olan insan üçün fəzilət var. Məsələn, ilk anında girən bir inək, bir dana kəsmiş kimi, ikincisində bir qoç, üçüncüsündə bir xoruz və ya yumurta belə sayılır. Bu saatlarda daxil olan insanlar üçün fəzilətdir bu. Peyğəmbər sallallahu əleyhi və səlləm qapının yanında bir mələklər hazır olar, o saatlarda ilk gələnlərə bu cürə əcr sevablar yazar. Və biz bundan başqa yenə cümə günü cüməyə qədər Kəhf surəsi oxunmaq, digər məscidlərdə mövizə olunur, onu oxuyub dinləmək bizim üçün fəzilətdir. Çünki biz dünyadan ahirətə köçərkən belə gözəl əməllər etməklə qəbir evində yəni bizə bu işlərdən sevab yazılıb günahlarımızın bağışlanmasına səbəb olacaqdır. Ona görə də qardaşlar, yəni cümə günü sıradan bir gün deyil. Müsəlmanın əslində belə götürəndə həftəlik bayramıdır və bunu biz gözəl dəyərləndirməyə çalışalım. Əzandan sonra deyil, əzandan əvvəl gəlməyə səy göstərək. Yəni Mövlüd məclisinə gəldiyimiz zaman yəni Mövlüddən danışıldı. Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında Allah-u Teala Quran-ı Kərimdə buyurur: Bismillahirrahmanirrahim. Və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Ey Muhammed sallallahu aleyhi və səlləm, mən sənə aləmlərə rəhmət olaraq göndərdim. Deməli, biz rəhmət olan Peyğəmbərin ümmətiyik. İnşallah ona ümmət olmaq üçün ona gələn Quran-ı Kərim, göndərilən Quran-ı Kərim və Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını, hədislərini, şəriətini yaşamağa çalışmalıyıq, səy göstərməliyik. Onda biz, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə layiq ümmət olaraq. Peyğəmbər sallallahu aleyhi və səlləm bir başqa ayətində tərcüməsində deyir Allah-u Teala, Rasul sizə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm sizə nəyi gətirmişsə onu götürün, neyi sizə qadağan etmişdir, sizə mən etmişdir, ondan da çəkinin. Deməli, biz həyatımızı Quran və sünnə üzərində qurmalıyıq və bizə bugünə qədər bunları gətirib çatdıran alimlərin yolunu götürməliyik, qardaşlar. Bu məclislərin, Mövlüd məclislərin mahiyyəti, cümə axşamların mahiyyəti, zikrin mahiyyəti nə idi? O dövr üçün 40-50 il əvvəl İslamı çatdırmaq idi. Və biz bu məclislər sayəsində İslamı insanlara çatdırdı və bu günümüzə qədər gəlib çıxdı. Amma bugün əlhamdülillah məscidlərimiz açıldı. 45 məscidimiz var, rayonda fəaliyyət göstərir, eyni zamanda cümə namazı qılınan, aşağı yuxarı 8-10 minə yaxın insan eyni vaxtda cümə namazı qıldı bugün zəkat aldı. Allah-u Teala hər birisinin ibadətini qəbul eləsin. Və bu məscidlər hər birisi təmin olunur, yaraşıqlıdır, gözəldir. Allah sizin hər birinizdən razı olsun ki, buna səy göstərdiniz, bu məscidi çox gözəl bir şəkildə təmin etdiniz. İstilik sistemi, gözəl ağac, yaraşıqlı, içəri girən zaman insanın qəlbi fərahlayır və belə də olmalıdır. Allahın evləri
en güzel şekilde təmin olunub düzəlməlidir. Amma məscidlərimiz qəribdir, içərisi. Niyə görə qəribdir? 5 vaxt əzan verilir bütün məscidlərdə, amma onun içine gəlib insanlar namazlarda doldururlar. Necə cümə namazımıza gəldiyimiz gibi vaxtı olan insanlar gəlib məsciddə cümə namazı kimi 5 vaxt namaza vaxtı olanlar gəlməlidir. Bəzən elə olur ki, insanlar düzdür, kənddə yaşayırıq, kənd təsərrüfatı işləri var, getməliyik. Amma elə insanlar da var, baxırsan ki, 50-100 metr aralıda çayxanalar var, dimgələr var, söhbət edən taxtabanlar var, orada otururlar, əzanı eşidir, amma namaz qılan insandır, məscidə getmir. Bu bizim yaralı yerimizdir, Zəqatalanın hər yerində. Məscidlər gözəl və yaraşıqlı, içləri qəribdir. İnsanlar olanda məscidlər yaraşıqlı olur, gözəl olur. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Hədis-i şərifində buyurur, cəmaatla qılınan namaz, tək başına qılınan namazdan 27 dəfə səvablıdır, fəzilətlidir. Qardaşlar, cəmaat namazı nədir? Məsələn, günorta namazı deyək, qılırıq biz və ya ilkindi namaz. Gəldik bura, olduq, cəmaat alındı, Müsannif Əfəndinin arxasında qıldıq. Biz 27 dəfə günorta və ya ilkin namaz qılmış və ya axşam, yatsı, səhər namazları. Deyək ki, bu namazları qılmaqda bu qədər fəzilət var. Sual verərsiniz ki, biz kənddə yaşayan insanları tarlada çalışırıq. Ona şübhəm yoxdur, hər birimiz bu işdə varıq. Günorta ilkində dedik ki, çata bilmirik. Amma səhər namazı 5'te olur, qardaşlar, elə deyil mi? 5'te səhər namazına gələ bilərik, gəlib qılıb, gedib biraz istirahət edib, sonra o bir işlərimizi eləyə bilərik. Axşam namazı deyək və ya yatsı namazı deyək. Bu vaxtlarda yəni gəlib məsciddə qılmaq çox fəzilətlidir. Deməli, məscidə gəlməyin fəzilətlərindən bir adam məscidə gəlib, din qardaşı ilə görüşürsə, salam verirsə, ona savab vardır. Yenə, din qardaşı ilə gəlib yan-yana saflarda durarsa, o qardaşı ilə qəlbində ülfət tapar, mehribançılıq olar. Və yenə, Allah Teala'nın vəzifəli mələkləri vardır ki, onların üzərinə rəhmət yağdırar. Rəhmət nədir? Allah'a dua edərlər mələklər. Ey Allah'ım, bu bəndələri əff elə, bağışla deyə dua edir. Ona görə bu məclislərin dəyərini bilək. 5 vaxt namazın dəyərini bilək. Ölüm yaxındadır. Kimə necə, hansı halətdə gəlib çatacağımızı bilmirik. Bizi Allah'tan əmin olunan ibadətləri, Quran və sünnə üzrə, İslam alimlərin bizə gətirdiklərini qoruyub, saxlayıb, onunla yaşayıb, əmin etməyə çalışaq. Allah-u Teala bizləri doğru yola hidayət eyləsin. Allah-u Teala qılmış olduğumuz cümə namazımızı, etmiş olduğumuz buradaki vəiz nəsihətləri, okunan Quran-ı Kərimləri, yenə okunacaq Mövlid-i şərifləri bizdən, ümmət-i Muhammeddən ən gözəl şəkildə qəbul eyləsin. Allah-u Teala bizi, ölkəmizi hər türlü fəlakətdən, bəladan, müsibətlərdən qorusun. Bu mövlüdü hörmətinə, okunan Quranların hörmətinə, vətənimizin torpaqları uğrunda canından keçmiş bütün şəhid bacı qardaşlarımıza rəhmət eyləsin, məkanlarını cənnət eyləsin. Yaralı qazilərimiz var, hələ də yəni onların müalicələri devam olur. Onlara da Allah-u Teala xeyri şəfalar versin. Allah-u Teala bizlərə birlik, bərabərlik, əmanlıq versin. Hər türlü bəladan, qəzadan, müsibətdən, seldən, tufandan, zəlzələdən, qasırğadan, bu kimi afət və müsibətlərdən bizləri qorusun. Allah-u Teala bizləri doğru yola hidayət eyləsin. Oturub diqqətlə dinlədiyinizə görə Allah-u Teala hər birinizdən razı olsun. Sağ olun.